Görəndə kimlər soruşurlar ki, Cahandar bəyin İrana qarşı mövqeyi çox sərt idi. İndi bax burada da yazırdılar ki, niyə Cahandar bəy birdən-birə dəyişdi və bugün İranı müdafiə edir? Mən Azərbaycan davasını aparan adam. Əgər İran Azərbaycana münasibəti dəyişibsə, mənim İrana qarşı əski düşüncələrim eyni olması nə qədər doğru ola bilər? Deyək ki, 4 il 5 il bundan qabaq İran prezidentləri Həsən Ruhani, Hatəmi, Əhməd Nicati idisə o dönəmlərdə. Amma bugün Pezeşkandırsa, mənim onların arasında hansısa fərqli mövqe seçməyimdə hansısa bir qeyri-adilik ola bilərmi? Əgər dünənə qədər İran Cumhurbaşqanları Azərbaycanı təhqir edirdisə, Xəzər dənizinə Mazandaran dənizi deyirdisə, amma bugünkü İran prezidenti mən türk oğlu türkəm, Mahabadda Azərbaycanda doğulmuşam deyirsə, mən o prezidentlərin şəxsində indiki İranın yönətimində olan ayrı-ayrı hərəkətlənmələrə fərqli bir münasibət bildirməməliyəmmi? Və təbii ki, bilirsiniz, Mahabad İranda bir çoxlarının Kürdistan kimi adlandırdığı bir bölgədə yerləşir ki, oranın adı Soyuqbulaqdır, Zahir bəy. Bütün bunlara baxmayaraq, bugünkü İran Cumhurbaşqanı Məsud Pezeşkan açıqlama verir, deyir ki, mən Mahabadda Azərbaycanda doğulmuşam. Yəni o Mahabada Kürdistan deyilməyinə etiraz edən bir prezidentdir və onun uğrunda mübarizə aparan bir şəxsiyyətdir. Və o eyni zamanda mənim fikirlərimi, eyni fikirdə olduğum bir insandır. Fikirlərimlə tamamilə üstə düşən bir dünya görüş sərgiləyirsə, mənim təbii ki, münasibətimdə dəyişənlik olmalıdır. Dünənə qədər Sepah gücləri, ordusu, Propsi qüvvələri, Qüds ordusu Azərbaycan Cumhuriyyətinə qarşı savaş açırdısa, sınırlarımıza doğru hərəkət edirdisə, amma bugün Sepah ordusunun içərisində bir nəfər tapılmır ki, Azərbaycanın əleyhinə açıqlama versin. Mənim o günkü Sepahla, bugünkü Sepahla bağlı mövqeyində dəyişənlik olmamalıdır. Sepah Azərbaycana qarşı münasibətini dəyişirsə, mənim Sepah'a qarşı münasibətimi dəyişməməlidir. Bu cürə yanaşmalar doğrudur. Savaş dönemində də tək bir İbrahim Cabbari adında bir general Azərbaycan və Türkiyənin əleyhinə danışdı. Onu həmin görevdən aldılar. Belə bir durumda mən dünənki Sepahla bugünkü Sepah'a, dünənki İran Cumhurbaşqanına, bugünkü İran Cumhurbaşqanına münasibətimdə dəyişkənlik etməməliyəm, əlbət ki, etməliyəm. Biz Azərbaycan davası aparırıq, biz milli dava aparırıq, biz türk davası aparırıq. Bu davaya qarşı olanlara qarşıyıq, bu davaya ılımlı münasibət bildirənlərə ılımlı münasibətdəyik və eyni zamanda bizim fikirlərimizə yaxın fikirlər səsləndirən insanları da dəstəkləyirik. Burada qeyri-adi nəsə var mı? Yox, mümkün deyil. Xamneyi, 30 il tanıdığımız Xamneyi Azərbaycana qarşı sərt mövqelər sərgiləyib. Amma son 3 ildə dünyasını dəyişməyənə qədər mən Seyid Əli Xamneyidən danışıram, Zahir bəy. Pezeşkanın belə seçilməsinə qarşı çıxmayan, mən Mahabadda Azərbaycanda doğulmuşam deyən, türk oğlu türkəm, anam da türk, atam da türk deyən Pezeşkanın seçilməsinə qarşı çıxmayıb və onun seçilməsində hansısa bir maneçilik etməyibsə, mənim 30 il bundan qabaqki Xamneyi ilə son 3 il olan Azərbaycana qarşı düşmənçilik eləməyən Seyid Əli Xamneyiyə münasibətim dəyişməməlidir. Əgər o dəyişirsə, mən niyə dəyişməməliyəm? Mən dəliyəm, dəyişməyim. Ölülər və dəlilər.